Salam, mən Aynur Xosrəvi. Bugün sizə travma sonrası stres pozuntusu haqqında məlumat verəcəm. Ümumiyyətlə, travma nədir, necə yaranır, travma sonrası stres pozuntusu dedikdə nə nəzərdə tutulur? Travma şəxsin yaşadığı hadisələrə verdiyi duyğusal və fiziki reaksiyalara deyilir, hansı ki, bu zaman xoşagəlməz hadisələrdən söhbət gedir. Travmanın müxtəlif yaranma səbəbləri ola bilər. Əsasən ölüm halları, ağır yaralanma halları, eyni şəkildə fiziki, mental, cinsi zorakılıqlar bura aiddir. Yeniyetmələr də, böyüklər də, kiçiklər də yaşdan asılı olmayaraq yarana bilər. Şəxs əsasən travma sonrası stres pozuntusu yaşayarsa, ya özü şəxsən bu travmanı yaşamışdır, və yaxud da ailə üzvlərindən və ya digər şəxslərin yaşayarkən bu hadisəyə şahid olmuşdur. Travma sonrası stres pozuntusunun müxtəlif psixoloji simptomları var, hansı ki, bu simptomlar minimum 1 ay ərzində müşahidə olunmalıdır ki, diaqnoz qoyulsun. Bu simptomlara depersonalizasiya, derealizasiya, hadisələri yenidən təkrar yaşamaq, hansı ki, bunlara flashbacklər deyilir və hadisənin yaşandığı mühitə və ya əraziyə yenidən getməkdə qorxmaq, çətinliklər çəkmək aid ola bilər. Komorbil olaraq aqressiya, qorxu, həyəcan, təşviş, depressiya kimi simptomlara da rast gəlinə bilir. Əsasən yeniyetmələrdə aqressiv simptomlara çox rast gəlinir, hansı ki, ailəyə qarşı şiddət, eyni şəkildə məktəbdə, məktəb mühitində yaranan şiddət və bullying müşahidə oluna bilər. Əgər yeniyetmə əvvəllər çox yaxşı nəticələr əldə edirsə, bir müddətdən sonra diqqət əksikliyi, yaddaş pozuntusu və aldığı nəticələrdə azalmada müşahidə oluna bilir. Müalicəsi üçün əsasən farmakoloji və psixoloji terapiyalardan istifadə olunur. Diaqnoz qoyulduqdan dərhal sonra psixoloji terapiyalara başlanıla bilər.